Elmin sərhəddi yoxdur, amma bir həqiqət var. Dünyanın bir çox böyük ideyalarının kökü Bakıya, Gəncəyə, Şuşaya gedib çıxır. Lev Landau, kvant kainatının memarı. Bakı doğumlu dahinin yaratdığı nəzəriyyələr olmasaydı, super keçiricilər, kvant mayeləri və müasir fizikanın yarısı mövcud olmazdı. Lütfüzadə, süni intellektin gizli atası. Biz bugün AI deyirik, amma onun təməlində Lütfuzadənin yaratdığı qeyri-səlis məntiq dayanır. O, kompüterlərə ilk dəfə bəli və ya xeyr yox, ortada milyonlarla ehtimal var deməyi öyrətdi. Yusif Məmmədəliyev, neft kimyasının inqilabçısı. Onun sintez etdiyi reaksiyalar avtomobil benzininin keyfiyyətini dünyada dəyişdi. Müasir yanacaq texnologiyalarının böyük hissəsi məhz onun laboratoriyasından başlayıb. Nəriman Nərimanov, yeraltı enerjinin ustası. O, neft yataqlarına buxar vurub hasilatı artırmağı mümkünlüyünü sübut etdi. Bu metod indi bütün dünyada standart texnologiyadır. Azad Mirzəcanzadə, yer qabığının riyazi şifrəçisi. Onun hazırladığı riyazi modellər yeraltı qatların necə hərəkət etdiyini proqnozlaşdırır. Geofizika və energetika sənayesi bugün də həmin modellərə söykənir. Dünya elmini dəyişən ideyaların ünvanı çox vaxt gözləniləndən daha yaxındır.